hesablarına verilirlər. Bəli, əksər qadınlar meyvə və tərəvəzləri həftələrlə, bəzən isə aylarla dondurucuda saxladıqdan sonra istifadə edirlər. Hətta bu dondurulmuş qidalar daha aşağı qiymətə alternativ kimi supermarketlərdə də satılır. Bəs bu cür qidaların orqanizmə hansı zərərləri var? Xüsusilə meyvələri dondurarkən və tərəvəzləri dondurarkən bəzən polietilen torbalardan istifadə edirlər ki, bu zaman mütləq şəklində onlar daha qalın olmalıdır, eləcə də qida üçün yararlı olmalıdır. Bəzən sırf dondurmaq üçün nəzərdə tutulanlar var ki, üzərində bir yazılır ki, həmin torbalardan istifadə etsələr daha sağlam ola bilər. Tək istifadəli şəklində qablaşdırılsın və mənfi 18 dərəcədə 8 aydan 12 aya qədər saxlanıla bilər. Kök, brokoli, gülkələr, tərəvəzlərin dondurulması həyata keçirilir ki, onlar mütləq təmiz yuyulmalı və atılacaq hissələrdən təmizlənməli. 3 dəqiqə qaynar suda saxladıqdan sonra buzlu suda saxlanılıb, daha sonra tam qurudulub, dondurulması həyata keçirilməlidir. Ekspertlər bildirir ki, bir məhsul yalnız bir dəfə dondurula bilər. Dondurmanın əsas məqsədi ərzaq daxilində mikroblərin və inkişafın qarşısını almaqdır. Çürüyən, xarab olan mikroorqanizmlər daxil. İnkişaf edən ərzaq isə zəhərlənmələri gətirib çıxara bilər, botulizmə gətirib çıxara bilər, botulotoksin dərhal ölümə gətirib çıxaran bir şeydir. Yəni, təsadüfi deyil ki, evdə olan bəzi ərzaq konserv olmuş ərzaq məhsulları bəzən görürük ki, bir ailənin məhsulə səhv olur. Mütəxəssislər bildirir ki, dondurulmuş tərəvəzləri yeyərkən onların tərkibinə diqqət yetirmək lazımdır. Şəkər, yağ və ya duz əlavə edilmiş məhsullardan çəkilir. Həmçinin donmuş tərəvəzin buzunun əriməsini gözləmədən dərhal bişirmək tövsiyə olunur. Çünki buzun əriməsi mikroorqanizmlərin aktivləşməsinə və bakteriyaların sürətlə çoxalmasına səbəb olur. Təşkilatın münasibətdə önəmli bir məsələyə toxunur. Təşəkkürlər. Əslində bu məsələ sosial şəbəkələrdə bir gündəm olur. Artıq xanımların belə bir videolara çox aktiv surətdə yayılır. Hazırlamaq istəyirlərsə ya da yaxşı yeməyə hazırlamaq istəyirlərsə, onlar onun hissələrini dondurucuda dondururlar. Daha sonra hər birini kub şəklində hazırlanmış hər bir məhsul yerləşdirirlər qazana sadəcə olaraq. Qazı açırlar və biraz qaynar su tökürlər. Artıq yemək bir şeyə hazır olur. Bu sanki hansısa baxımdan bir yarışı tezliyi ki, yeməyi daha tez hazırlaya bilər. Əlbəttə ki, bir çox hallarda insanın işini çox asanlaşdıran şeydir. Bilmiyorum ki, mənimlə xanımlar da razı olar ki, sən əsasolu fabrikat eləyədiyin halda nə zaman ki, sən bunu rahat bastırırsa bildirsin, sənin günləlik yemək hazırlamağın belə asanlaşdır. Amma deyil ki, sənin bunun digərlərə tərəflərdə var, müddətə döndürücüyə yönətliyi qoymaq olur. Əziz tamaşaçılarımız söhbəti xəbərlə davam edirik. Gözdə uşaqları olan valideynləri narahat edən xəbər kütləsidir. Dünyanın ən böyük qida ixtisaslarından biri olan və uşaq qidaları hissələrində vaxtilə riski ilə bağlı yayılan məlumatlar verilmiş ciddi suallar yaradır. Söhbət real təhlükədən gedir, yoxsa sadəcə ehtiyat tədbiridir. Xüsusilə də köfə qidası kimi ixtisas bir məhsulda təhlükəsizlik məsələsi valideynlər üçün həyata əhəmiyyət daşıyır. Bir sıra ölkələrdə məhsulların geri çağırılması bu narahatlıq daha da artır. Və siz nədən ibarətdir? Hansı məhsullara həyat edildi? Ən vacibdir. Azərbaycanda satılan uşaq qidaları həqiqi təhlükə varmı? Elə mütəxəssislər də mövzu ilə bağlı. Uşaqların balaca olanda istifadə eləmişəm, amma indiki vaxtımda olsaydı heç vaxt istifadə eləməzdim. Aşkar olunan bakteriya və toksin maddə olan uşaq qidaları daha çox Nestle qidasında qeyd olundu. Nestle şirkətinin körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulan məhsulların ehtiyat tədbiri olaraq geri çağırılması uşaq qidalarının təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Finlandiya, Almaniya, Birləşmiş Krallıq kimi bir sıra Avropa ölkələrində bu şirkətə məxsus müxtəlif ticarət nişanları adı altında istehsal olunan məhsulların müəyyən partiyaları dövlətə çıxarılıb. Geri çağırmaya səbəb istehsal prosesi zamanı məhsulların Bacillus cereus bakteriyasının ifraz etdiyi stereolit toksini ilə çirklənmə riski
Xüsusən Azərbaycan bazarında satılan uşaq qidalarının təhlükəsizliyi və nəzarət mexanizmləri ilə bağlı sualları yenidən aktuallaşdırıb. Siz üçün satışda olan uşaq qidalarına güvənmək olarmı? Baxır da indi o alınan yerə baxır da indi nə bilim. Maraqlısa güvənmək olur. Mən tam güvənmirəm açığı. Texniki belə deyək ki, işləm gördüyü üçün istər-istəməz təbii ki, onların tərkibində qoruyucular falan olduğu üçün